Azərbaycan Ermənistana yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. İlk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Prezident İlham Əliyev bunu Qazaxıstanda mətbuata birgə bəyanatda bildirib. Bundan başqa qeyd edib ki, Zəngəzur dəhlizi 2028-ci ilə qədər açıla bilər. Qazaxıstan prezidenti İlham Əliyevin tarixi miqyasda görkəmli dövlət xadimi olduğunu deyib. Azərbaycan və Qazaxıstan arasında sənədlərin mübadiləsi olub. Ətraflı süjetdə izləyək. Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Trip dəhlizi mütləq reallaşdırılacaq. 2028-ci ilə qədər Zəngəzur dəhlizinin açılması baş tuta bilər. Bu kimi mühüm məsələlər Prezident İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində gündəmə gətirilən əsas mövzulardan olub. Əvvəlcə paytaxt Astanada Prezident İlham Əliyevin rəsmi qarşılama mərasimi keçirilib. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan prezidenti İlham Əliyevi qarşıladı. Fəxri Qaravulun rəisi prezident İlham Əliyevə raport verdi. Hazırda Azərbaycanın dövlət himni səsləndirilir, ardınca isə Qazaxıstan himni səsləndiriləcək. Daha sonra ölkə başçılarının təkbətək görüşü baş tutub. Görüşdə ikitərəfli əməkdaşlıq, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin hədəfləndiyi vurğulanıb. Bundan başqa Orta Dəhlizin inkişafı birgə layihəsinin təqdimatı olub. Qeyd edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa ilə birləşdirməkdə əsas nəqliyyat logistika marşrutu olan Orta Dəhliz regional və qitələr arası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırki dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Az sonra bu zalda imzalanma mərasimi olacaq. Azərbaycan-Qazaxıstan sənədləri imzalanacaq. İmzalanma mərasimindən sonra isə dövlət başçıları burada mətbuata bəyanatlarla çıxış edəcəklər. Prezidentlərin mətbuata çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Prezident Zəngəzur dəhlizinin açıla biləcəyi vaxtı da açıqlayıb. Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu həm də Azərbaycanla Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir. Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər. Dövlət başçısı Trumpın öz adını verdiyi Trip layihəsinin sözsüz reallaşacağını və bununla da Orta Dəhlizin daha bir marşrutunun açılacağını vurğulayıb. Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri Trip layihəsidir. Prezident Trump layihəyə öz adını verir və bu layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi mövcud olanlara daha biri əlavə olunur. Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir. Amma həm də onların qəbulu və göndərilməsi üçün daha böyük potensial olacaq. Prezident Kasım-Jomart Tokayev isə vurğulayıb ki, Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir. Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini 2 dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik. Qazaxıstan prezidenti onu da bildirib ki, ölkəsi və Azərbaycan birgə müəssisələrinin yaradılmasında maraqlıdır. Eyni zamanda Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın 2-ci iclasda keçirilib. İclasda çıxış edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan-Ermənistan arasında olan münaqişənin sülh yolu ilə həllində xüsusilə Azərbaycanın maraqlı olmasını
alqışlayıb. Отдельно хочу отметить историческое значение. Azərbaycanla Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dair bəyannamənin tarixi əhəmiyyətini ayrıca qeyd etmək istəyirəm və Amerika prezidenti Donald Trump tərəfindən haqlı olaraq qeyd edilib ki, siz çox güclü mövqeyə malik olmağınıza rəğmən belə bir çox mühüm sənədin imzalanmasına razı oldunuz. Bu Azərbaycanın və sizin rəhbərliyinizlə Azərbaycan xalqının xüsusi mövqeyindən və öz potensialına inamından xəbər verir. Sizin göstərdiyiniz qətiyyətli siyasi iradə, strateji baxış mürəkkəb məsələlərin həllində və gələcək nəsillərin taleyi üçün məsuliyyətdə müdrik yanaşmanın parlaq nümunəsidir. Heç şübhəsiz ki, iki dövlət arasında əldə olunmuş razılaşmalar bir növ su ayırıcı oldu və bütün regionda, zənnimcə, onun hüdudlarından kənarda da əməkdaşlığın yeni üfüqlərini açır. Artıq sülh dövrü başlayır deyən Prezident İlham Əliyev yeni mərhələnin başladığını dilə gətirib. Daha sonra iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illik münasibəti ilə birgə bəyanat, Ali Dövlətlərarası Şuranın ikinci iclasının iki tərəfli əməkdaşlığının möhkəmləndirilməsi məsələlərinə dair bir saylı qərarı, bundan başqa Azərbaycanın və Qazaxıstanın Ali Dövlətlərarası Şurasının ikinci iclasının Xarici İşlər Nazirləri Şurası haqqında əsasnamənin təsdiq edilməsi barədə iki saylı qərar imzalanıb. Prezident İlham Əliyev və Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub. Sonda isə ölkə başçıları Astanada Beynəlxalq Süni İntellekt Mərkəzində olublar. İbrahim Kamiloğlu, Vüsal Cəfərov, Minaya Zamanova, Xəzər xəbər.